Salam əleykum, həm də izləyicilərim. Deməli, bugün Sultəpədəyik. Bax, Sultəpədə, bax, havuzu belə göstərim hələ. Deməli, Sultəpədə Azər marketə yaxın, Əkbər marketə yaxın. Deməli, 1-2 il öncə yuxarıdadır da. Bax, bir dənə belə həyət evimiz satışdadır. Bax, indi evin içərisini buradan da göstərəcəm. Baxın, bura əlavə evdir, bura kirayəşin yaşayır. Deməli, obyekt var, obyekti də göstərəcəm. Bax, belə bir dənə həyəti olan, baxın, 130 kvadratlıq mənzili təqdim edəcəm. Mənzil çox təmirlidir, əla təmirlidir da. Amma əşyasız satılır. Dedim, bir hissəyyəti göstərim. Evin içərisini göstərəcəm inşallah. Ev tam təmirlidir. Görürsünüz. Ev 4 otaqlıdır, 130 kvadratdır. Baxın. Baxın, bu bir otaq. Bura uşaqların otaqdır. Bura, gördüyünüz kimi, səlqəli bir otaq. Bura stalovsudur. Görürsünüz qəşəng. Səlqəli, çox əla təmirli olunub bura. Burada kuxnasıdır. Bax, gördüyünüz kimi, bura kuxnadır. Təmirlidir. Qiymət 155 mindir, amma razılaşmaq da olacaq da ev sahibi ilə. Deyim ki, əşyasız satılır. Görürsünüz. Ayaq yoluna gəl. Evin içində də ayaq yolusu var. Çöldə də baxın. Ayaq yolusu var. İkisi də təmirlidir, tam təmirlidir. Baxın, bir dənə belə həyət evimiz satışdadır. Dediyim kimi, Əkbər marketdən və Azər marketdən 2 il öncə yuxarıdadır. Yəni, yola tam yaxındır. Burada da kombi sistemi var. Baxın, buradan da əlavə görürsünüz, kuxnuya, buradan da giriş var. Kombi sistemidir. Həyətdəki hovuz elə pay veriləcək, alana, ev bu üstündə pay veriləcək. Evin özünün obyekti də var. Saç salonudur, kişi salonu. Əlavə yanında da bax, görürsünüz, bax, kira işini də var. İstəyən olsa əlaqə saxlasın, bax, gətirək göstərək. Qiymətdə 155 mindir, bax, həyətdəki ayaq yoluna göstərim, görürsünüz, təmirlidir. 155 min manat. İstəyən olsa gətirək göstərək.